Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin yubiley 5-ci konfransı keçirilib. Tədbirdə Almaniyada çalışan 120-dən çox həkim, alim və tibb tələbəsi iştirak edib. Birliyin idarə heyətinin sədri Singen xəstəxanasının aparıcı həkimi, neyrocərrah Turab Qasımov təşkilatın 5 illik fəaliyyəti haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Azərbaycan Tibb İşçiləri Birliyinin idarə heyətinin üzvləri cərrah Ümid Səlimzadənin idarəçiliyi və ginekoloq Mina Mustafayevanın aparıcılığı ilə keçirilən konfransda Almaniyada gənc Azərbaycanlı həkimlərin səhiyyə sisteminin inteqrasiyası və ixtisas artıması, Almaniya səhiyyə və tibb təhsili sisteminin beynəlxalq kontekstdə müqayisəli təhlili, müqaviləli həkim fəaliyyətinin üstünlükləri və çatışmazlıqları, süni intellektin tibbi diaqnostika, müalicə, proqnoz və tibbi tədrisdə tətbiqi mövzuları müzakirə olunub. Frankfurtda çalışan anestezioloq, həmçinin Azərbaycan Tibb İşçiləri Birliyinin idarə heyətinin üzvləri Leyla Məmmədova birliyin yaranma tarixi, fəaliyyəti və gələcək planları haqqında təqdimatla çıxış edib. Daha sonra tədbir panel müzakirələri ilə davam edib. Panel müzakirələrdən müxtəlif ixtisaslardan olan Azərbaycanlı aparıcı həkimlər, eləcə də süni intellekt üzrə ekspertlər çıxış ediblər.